Mən magistratura təhsilimi İtaliyada ingiliscə almışam. Psixologiya təhsilimi isə rus dilində almışam. Maşın sürmək üçün pravanı isə italyanca imtahan verib özüm almışam. Və mən hələ də ingilis dilində bəzi sözləri yadımdan çıxardıram. Hələ də rus dilində qrammatik səhvlər edirəm. İtalyanca isə bəzən əsəbləşəndə Azərbaycan dilinə keçirəm və bunların heç biri mənə mane olmur ki, mən təhsilimdə inkişaf edim, işləyim, xaricdə yaşayım. Məsələ burasındadır ki, bir qrup insan var ki, onlarda belə bir ideya var ki, nəyisə başlamaq üçün, nəyisə bilirəm demək üçün mütləq mükəmməl olmalıdırlar. Mütləq həmin şeyi mükəmməl bilməlidirlər. Əgər səndə də belə narahatçılıq varsa, o zaman məni dinlə. Bir, mükəmməl insan, mükəmməl bilən, mükəmməl peşəkar yoxdur. Bu sadəcə bir illüziyadır. Sadəcə yetərincə işini yaxşı bilən insan var. 2. Yetərincə yaxşı ola bilmək üçünsə, yetərincə işini bilmək üçünsə bu sahədə təcrübə olunmaq lazımdır. Yəni proses sənə imkan verir ki, təcrübə sənə imkan verir ki, sən o sahədə, o işdə yetərincə yaxşı ola biləsən. Əvvəldə yox, sənin düşündüyün kimi, prosesdə, başlayandan sonra, edəndən sonra. Sonda onu demək istərdim ki, 700 saatlıq tet-a-tet seanslarda olan təcrübəmə əsaslanaraq onu demək istəyirəm ki, adətən bilməyən insanlarda yox, əksinə kifayət qədər bilən insanlarda bu narahatçılıq olur. Sadəcə bu ona görədir ki, onlarda mükəmməllik illüziyası reallığı görməyə mane olur.